Salam hamıya. Bugün bizimle gözəller gözəli, sevimlimiz Əfəndi. Salam. Salamlar. Hər kəs salamlayıram. Necəsiz? Çox yaxşıyam. Sizi görəndə daha da yaxşı oluram. Biz elə sizi görəndə çox yaxşı oluruq. Sağ olun. Əfəndi, demək olar ki, yəni artıq Kleopatra, ondan sonra Mata Hari və indi yenidən Avroviziya səhnəsindəsiz. Necə hiss edirsiniz? Çox həyəcanlıyam, çox belə enerji doluyam, xoşbəxtəm. Nəhayət ki, 5 ildən sonra bu mahnı öz səhnəsini gördü və bu ilki şounu qaçırmayın. Bugünkü, bu axşamki şounu qaçırmayın. Səhnəmiz möhtəşəmdir. Və sizinlə necə əlaqə saxladılar? Bizimlə mail vasitəsilə emailımıza yazdılar ki, sizi dəvət edirik. Mən inanmırdım buna. Sonra Aydan xanımla bunu müzakirə edəndən sonra bəs yox, bu həqiqətən belədir. Yəni göylərdəydim. Sevincimdən göylərə uçmuşdum. Əfəndi, Avroviziyadan sonra nə kimi yeniliklər oldu? Belə deyək də, ümumiyyətlə sizin musiqinizə bu necə təsir elədi? Musiqimə təsir göstərmədi, amma yeni musiqilər, mahnılar buraxdım. Sözsüz ki, həm Avropa dinləyiciləri üçün, həm Azərbaycan dinləyicisi üçün. İndi hansısa dinləndi, hansısa dinlənmədi, amma yəni eləməyə ən azından çalışıram və çalışdım da. Musiqimə təsir göstərmədi, sadəcə fanat kütlə artdı. Və demək olar ki, bütün Avropa məni bildi, tanıdı. Avroviziya izləyici sayını bilirsiniz ki, yarım milyarda yaxın tamaşaçıdır və əsas odur, məncə yer önəmli deyil. Əsas odur, mən ürəkləri fəth elədim və əsl səmimi o sevgini qazandım. Mənim üçün ən əsası bu idi. Və indi belə mən Avropaya gələndə, adi gəzməyə belə Avropaya gedəndə tanıyırlar və yaxınlaşırlar, şəkil çəkirlər, avtoqraf alırlar və insanlar Avropada özünüz məndən yaxşı bilirsiniz ki, çox səmimidirlər və öz sevgilərini etiraf etməkdən çəkinmirlər. Mən çox xoşbəxtəm ki, Azərbaycandan seçilib sayıldım və Avropa səhnəsində yerim var, yer alıram. Belə baxanda, yəni o biri Avroviziya iştirakçılarına baxdıqda siz daha çox çağırırlar hər yerə. Bunun düsturu nədir? Məncə hamı yaxşıdır, hər kəs, bütün iştirakçılarımız gözəldir, yaxşıdırlar, çox istedadlıdırlar. Biraz səmimiyyət və sadəlik lazımdır. Çünki məncə bu görünür kənardan, ən əsasda ki, burada. Çünki biz Avroviziyada iştirak eləyən iştirakçılar, biz belə də kiçikdən böyüyə qalxırıq, amma bu komandalar daha böyük artistlər görüblər. Beyoncé kimi, Lady Gaga kimi, Ariana Grande kimi, Rihanna kimi artistlər görüblər və ulduzlar necə olmalıdırlarsa, yəni hələ tezdir. Səmimiyyət və səmimi hisslər, sözlər, duyğular bu çox önəmlidir. Sadəlik. Bəs Əfəndidən yeni albom nə zaman gözləyə bilərik? Albom fikirləşirəm bu haqda ki, kiminlə onu etsəm daha yaxşıdır. Hələ ki albom yox, amma mahnı sayını artırmaq istəyirəm. İnşallah qismətsə ümumiyyətcə Avroviziya qayıtmaq istəyirəm. Əslində elə onu soruşmaq istəyirdim. İnşallah sizi nə vaxt gözləyəcək? Gələn ilə planlar varmı? Yox, belə tez planım hələ yoxdur. Olsa da bunu demərəm, sir olaraq saxlayaram. Amma fikrimizdə var, gözəl, yaxşı, layiqli bu səhnəyə mahnı və Kleopatra Mata Hari'nin tarixi davamını gətirəcək olan bir mahnı olsa, məncə qəşəng olacaq. Axırıncı sualım da olacaq. Bildiyiniz kimi bu il yenidən Azərbaycan keçə bilmədi finala və əfsuslar olsun ki, belə oldu. Amma bir çox müğənni yəni çağırır ki, güya Avroviziyanı boykot eləməliyik. Sizcə bu nə qədər düzdür? Niyə? Səbəb? Yəni Azərbaycan 3 dəfə keçməyib deyənə deyirlər ki, gərək Yox, bu bir səbəb deyil ki, iştirak etməyək. Əksinə, məncə Azərbaycanın musiqisini, Azərbaycanın kolorit o çalarlarını, musiqi alətlərini Mamaqama məsələn sazla ifa elədi. Nə gözəl idi. Əksinə biz onu təqdim eləməliyik, göstərməliyik və çox gözəl əlaqələr, münasibətlər qurmalıyıq.
yox, bu yanlış fikirdir və yanlış yöndür. Avroviziya hər zaman var, hər zaman olsun. Və son olaraq hər hansı bir arzunuz var fanatlarınıza? Hər kəs sağlam, xoşbəxt, möhkəm olsun, arzularınıza inanın və arxasıca gedin. Heç vaxt pes etməyin. Çox sağ olun əfəndi. Siz sağ olun. Uğurlar.